cavabını oxumaq istəmirəm. Gəlin keçək suallarımıza. Sensasiya. Sensasiya nədir? Sensasiya uyğunlaşdırmalıq. Qeyri-adi, gözlənilməz, böyük təsir oyada bilən hadisədir. 1-ə B yazacaq. Stereotip davranış qaydasıdır. Şüurlarda kök salmış təsəvvürlər və davranış qaydalarıdır. 2-də C və 3-də də qalacaq A variantı. Mətndə danışılan jurnalistin əsl adı nə idi? Onun əsl adı Elizabeth Jane idi. Baxın, burada da bir dəqiqə bunu bağlayaq. Aha, bax, Elizabeth Jane. Ona görə düzgün cavabımız C variantı olacaq. Mətnə əsasən cümlələri tamamlayın. Lili qəzetin redaktoruna sərt məktub yazdı. Çünki qadınların ictimai həyatda heç bir rolu olmaması, yalnız ev işləri ilə məşğul ola bilməsi haqqında olan məqalə onun əsəblərinə toxunmuşdu. Qəzet redaktoru Neliyə iş təklifi etdi. Çünki o qızın cəsarətli məktubunu oxumuş və bundan çox təsirlənmişdi. Hamı Lili sensasiya adlandırırdı. Çünki onun hər yazısı cəmiyyətdə müəyyən bir sensasiyaya səbəb olurdu. Keçək növbəti sualımıza. Lilinin dünya səyahətinə çıxmaqda məqsədi nə idi? Onun məqsədi sübut etmək idi ki, qadınlar da bunu edə bilər, qadınlar da daha yaxşısını bacara bilər. Gəldik növbəti sualımıza. Sifətləri dərəcələrə görə. Gəlin biz işlədək. Məsələn, duru sözün çoxaltma dərəcəsində dumduru. Dupduru yazacağım. Dupduru. Göyü çoxaltma dərəcəsində. Tünd göy. Acını azaltma dərəcəsində. Acı təhər. Və yarımçığı biz bilirik ki, ən məşhur nümunəmiz var. Ala yarımçıq. Gəlir növbəti sualı. Cümlədəki sayıların növünü və onların yazılışında buraxılmış səhvləri. Masanın ətrafına 12 dənə stol lazım idi. 12 ayrı yazılmalıydı. Və bu hansı say növüdür? Müəyyən miqdar sayına aiddir. 2-də 1 sayını belə bu formada ifadə etmək olar. Yanlışdır. Bu olmalıydı. Belə. Və bu da kəsr sayıdır. 9-cu siniflər. Burada C olmamalıydı. 9 olmalıydı. Bu da sıra sayıdır. Oxumaq istədiyim onlarla. Onlarla sözü yanlış yazılıb. Olmalıydı. Onlarla və bu da qeyri-müəyyən miqdar sayıdır. Feilləri bizdən cümlədə işlətməyimizi istəyir. Çatmaq indiki zaman birinci şəxsin təki. Olacaq mən çatıram. Gəlin indi bunu cümlədə işlədir. Deyirəm ki, mən hər yerə vaxtında çatıram. Bu şəkildə işlədə birinci şəxsin cəmində istəyirsə çatırıq olacaq amma. Biz hər yerə vaxtında çatırıq. İstəmək. Keçmiş zamanda ikinci şəxsin təkində. Olacaq. Deməli. Hara getdi? Bir dəqiqə qələm. Olacaq istədin. Deyirəm ki, sən bu tapşırığı etmək istədin. Qorumaq. Gələcək zamanda üçüncü şəxsin cəmində. Məsələn, deyirəm ki, onlar vətəni hər zaman qoruyacaqlar. Bu şəkildə. Ayrılmayacaqsınız. İnkardadır. Bəli, inkardadır. Birinci şəxsin cəmindədir. Bu yanlışdır. Çünki bu siz ayrılmayacaqsınız. Bu ikinci şəxsin cəmindədir. Amma burada birinci şəxs yazılır. Ona görə bu yanlışdır. Hansı cümlədə yer zərfi işlənmişdir? Baxın, yer zərfi ilə yer mənası bildirən isimlər fərqlidir. Yer zərfi qeyri-müəyyən olur uşaqlar. Amma yer mənası bildirən isimlər isə dəqiq olur. Məsələn, irəli, geri, sağa, sola, bunlar yer zərfləridir. Amma Bakı, Gəncə, nə bilim, filan yer, artıq bunlar isə yer mənası bildirən dəqiq isimlərdir. Dünən dənizdə fırtına qopmuşdu.
Burada yer zərfi yoxdur. O bu sözləri ucadan dedi. Burada zərf var, amma bu tərz hərəkət zərfidir. Bu da getdi. Üzü aşağı bax, bunu götürə bilərik. Bu artıq yer zərfidir. Bu tərz hərəkət zərfidir, bu da tərz hərəkət zərfidir. Ona görə bizim bilən düzgün cavabımız olacaq üzü aşağı. Bir də yadınızda saxlayın ki, üzü aşağı bitişik yazılır. Uşaqlar çox vaxt bunu qarışdırır. Zərfləri quruluşuna görə qruplaşdırın. Ən sadə, ən bəsit çalışmalardan biri. Günorta iki sözün birləşməsindən yaranıb. Ona görə bu olacaq mürəkkəb. Hər, hərdən. Görürsünüz, şəkilçi ilə yaranıb. Ona görə olacaq düzəltmə. Gec bir dənə kökdür. Olacaq sadə. Səhərə yaxın iki sözdür. Mürəkkəb. Tez-tez iki sözdür. Mürəkkəb. Ora bir sözdür. Sadə. Daxil-daxilən kök şəkilçidir. Düzəltmə. Axşam sadə. Üz və yuxarı sözləri mürəkkəb. 1-ə 5 mürəkkəb. Və salam bu şəkildə. Əziz 5-ci siniflər, artıq biz bu tapşırığı bitirdik. Ümid edirəm ki, sizə aydın oldu. Hər hansıda bir qaranlıq hissə varsa rəylərdə yaza bilərsiniz. Rəylər yazarkən mütləq sözlərinizə və yazdığınız fikirlərə diqqət edin. Kanala abunə olmağı və dəstək olmağı öz sinif yoldaşlarınızdan bölüşməyi unutmayın. Hələlik.